Bahar yarmarkasının ən sərfəli və ən dadlı stendlərini tapdım. Birinci stendimiz Azburgerdir. Burada burgerlər xüsusi hazırlanır. Çörəyi çox yumşaqdır, içi isə bol məhsulludur. Həm toyuq, həm ətli burgerlər var. Bizim seçimimiz ətli burgerdən yana oldu. İçində iceberg kələmi, pomidor, turşu, xiyar, karamelize olunmuş soğan və xüsusi sos istifadə olunur. Ətin dadı isə fərqlidir. Çünki mal ətinin 3 fərqli hissəsindən hazırlanır. Bu burger indiyənə qədər yediklərimdən tam fərqlənirdi. Çünki içərisindəki karamelize olunmuş soğan xüsusi bir dad qatırdı. Qiymətlər çox münasibdir. Hətta deyərəm ki, yarmarkanın ən münasib stendi budur. Yeri də çox rahatdır. McDonald's tərəfdən girişdən sağda birinci stend. Digər maraqlı stendimiz isə az katmerdir. Təsəvvür edirsiniz, mən burada 1 manata məhsul tapmışam. Sonra da deyirsiniz ki, yarmarkada hər şey çox bahadır. Bu stenddə 4 növ katmer hazırlanır. Muska katmeri şokoladlı, qaymaqlı, stikslər və xüsusi şokolad sousu ilə hazırlanmış çiroz. Məhdud sayda olan stikslərin qiyməti isə yalnız 1 manatdır. Tələsin, bu fürsətdən yararlanın. Mütləq yoxlayın, xüsusilə çayla. Mənim ən sevimlim qaymaqlı katmer oldu. İçi bol qaymaqlı, üstü isə bol şokoladlı və püstə ilə. Burada künəfə, sütlaç və kazan dibi kimi bir çox şirniyyatların və desertlərin dadına baxa bilərsiniz. Əgər yarmarkaya getsəniz, bu stendləri mütləq baş çəkin. Çox bəyənəcəksiniz.